Rasim Balayev Ağsuda 8 uşaqlı ailənin böyük övladı olub. Ailə böyük olsa da uşaqlıq illəri qayğısız olub. Çünki atası vəzifədə çalışıb. O, 22 yaşında sevdiyi əmsi qızı Sevillə ailə həyatı qurub. Cütlük Bakıya köçüb, kirayədə yaşayıb. Lakin atası gözlənilmədən rəhmətə getdiyindən Rasim Balayev maddi sıxıntılarla üzləşib. O, həyatından ümidini üzür. Hətta tapşırır ki, əgər ölsə, oğlu Asimin adının baş hərfinə R hərfini də əlavə etsinlər ki, atasının adını daşısın. Lakin Nəsmi filminə dəvət onun həyatını tamamilə dəyişir. Aktyor təkcə Azərbaycanda deyil, SSR-nin digər ölkələrində ard-arda filmlərə çəkilir. Yaxşı qazanır. Aktyor öz sözlərində belə demişdir. 2 oğlum var. Xoşbəxtəm ki, cəmiyyətə yararlı vətəndaşlar yetişdirmişəm. Onlara lazımi diqqət, nəzarət ayırmışam. Yoxsa bəzi qonşuların pozğun uşaqlarına qoşulardılar. Özüm rayondan Bakıya gələndə yataqxanada yaşadım. Ətrafımda qumar da oynayırdılar. Amma mən onlara qoşulmadım. Mənə bir neçə meşok məktub gəlib. Onlardan bir neçəsini saxlamışam. Açıb oxuyurdum. Ancaq cavab yazmırdım. Əksəriyyəti sevgi, məhəbbət məktubları idi. Artıq ailə qurmuşdum. İstəmirdim kimlərinsə hissləri ilə oynayım. Ancaq filmlər barədə təşəkkür məktublarını saxlayıram. İllər keçdi, hər şey yoluna düşdü. Evdə də bildilər ki, bu sənətimin xüsusiyyətidir.